Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Deməli, əziz müəllimlər, bugün mən sizlərə Fizika 1000 test adlı yeni kitabımızdan Ümumdünya Cazibə Qanunu, ağırlıq qüvvəsi və çəkim ölçüsünə aid olan test tapşırıqlarının izahını verəcəm. Bu kitab sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çox gözəl kitabdır. Kitabda imtahana uyğun, önəmli, vacib sual nümunələri var. Hər birinizə bu kitabdakı sualları işləməyi məsləhət görürəm. İnşallah ki, bu kitabı alıb özünüz işləyəndə də sualların keyfiyyətini özünüz də şahidi olacaqsınız. Onu da xatırladım ki, əziz müəllimlər, kitabda ölçü cihazı, tərif, düstur, vahid kimi suallar yer almır. Ancaq maraqlı, önəmli sual nümunələridir. Sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çox yaxşı bir kitabdır, əziz müəllimlər. Hər birinizə imtahanda uğurlar arzu edirəm. Beləliklə, vaxt itirmədən keçən sualların izahına. Birinci sualda bizə deyir ki, cismə yer səthinin K nöqtəsində təsir edən ağırlıq qüvvəsi 40 Newtondur. Cismə yer səthindən R hündürlükdəki L nöqtəsində təsir edən ağırlıq qüvvəsi neçə Newtondur? Deməli, əziz müəllimlər, bizə burada bax K nöqtəsində cismə təsir edən ağırlıq qüvvəsinin 40 Newton olduğunu deyir. Bu da gördüyümüz kimi K nöqtəsi şərtdə də dediyi kimi yer səthi üzərindədir və biz bilirik ki, yer səthində cismə təsir edən ağırlıq qüvvəsi F bərabərdir, J vurulsun, M bölünsün, R kvadratı düsturu ilə təyin olunur. Burada da gördüyümüz kimi mərkəzdən səthə qədər olan məsafə ilə radiusdur. Və şərtə görə deyir ki, bu 40 Newtona bərabərdir. İndi gördüyümüz kimi burada L nöqtəsi yer səthindən hər hansı bir hündürlükdədir. Biz də bilirik ki, yer səthindən hər hansı bir hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi J vurulsun, M bölünsün, R plus H-ın kvadratı ilə təyin olunur. Gördüyümüz kimi bu cisim yer səthindən R qədər hündürlükdədir. Yəni H R-ə bərabərdir. Gətirib ifadədə nəzərə alsaq, J vurulsun, M bölünsün. Baxın, burada H-ın yerinə R yazanda R üstəgəl R 2R kvadrata yüksəltsək 4R kvadratı olur. Buradan biz belə bir şey eləyirəm. Baxın, burada 4də 1 yazıram bunu. J, M bölünsün, R kvadratı yazıram. Və əvvəldə biz J vur, M böl R kvadratına 40 Newton demişdik. Gətirib burada J-M böl R kvadratın yerinə 40 yazsaq, onda 4də 1 vurulsun 40-dan L nöqtəsində cismə təsir edən ağırlıq qüvvəsi 10 Newtona bərabər olacaqdır. Doğru cavabımız B variantı. İkinci sualda deyir ki, iki maddi nöqtə arasındakı məsafə 10 metrdir. Yəni birinci halda bunlar arasındakı, bu maddi nöqtələr arasındakı məsafə 10 metrdir. Sonra onlar arasındakı məsafə 5 metr azaldılır. 10 idi, 5 metr azaltsam, ikinci halda bunlar arasındakı məsafə 5 metrə bərabər olur. Bizə deyir ki, cazibə qüvvəsi necə dəyişər? Cazibə qüvvəsinin də düsturu F bərabərdir, J vurulsun, M1, M2 bölünsün, R kvadratıdır. Yəni gördüyümüz kimi cazibə qüvvəsi maddi nöqtələr arasındakı məsafə ilə tərs kvadratik şəkildə asılıdır. Görək məsafə necə dəyişdi? Əvvəl 10 metr idi, sonra 5 metr oldu. Yəni məsafə 2 dəfə azalmış oldu. Məsafə 2 dəfə azalıbsa, onda cazibə qüvvəsi 4 dəfə artmış olacaqdır. Doğru cavabımız A variantı. Üçüncü sualımız, şəkildə göstərilən hündürlüklərdən sərbəst buraxılan 4M, 3M və 5M kütləli cisimlər yerə uyğun olaraq V1, V2 və V3 sürətləri ilə çatırlar. Buna əsasən cisimlərin sürətlərini müqayisə edin. Deməli, əziz müəllimlər, buradan görürük ki, sərbəst buraxılan deyir. Yəni, bunların hər birinin başlanğıc sürəti 0-a bərabərdir. Hər birinin başlanğıc sürəti 0-a bərabərdir. Və biz bilirik ki, sərbəst, bax belə deyək, düşmə hündürlüyü H bərabərdir. V kvadratı çıxılsın, V0 kvadratı bölünsün, 2J'dir. Burada bunlar sərbəst düşdüyünə görə başlanğıc sürətləri 0-dır. Onda H bərabərdir. V kvadratı bölünsün, 2J olur. Biz buradan, bax buradakı V cismin yerə çatma sürətidir. Biz buradan cismin yerə çatma sürətini, yəni yerə dəyən anda sürətini tapmış olsaq, kökün altında 2JH olacaqdır. Gördüyümüz kimi cismin yerə dayananda sürəti yalnız cismin düşdüyü hündürlükdən asılıdır, kütlədən asılı deyil. Buradan gördüyümüz kimi birinci cisim 3H hündürlükdən, ikinci cisim 5H hündürlükdən,
Üçüncü cisim isə 2h hündürlükdən düşür. Deməli, hündürlüyü çox olanın, yəni daha böyük hündürlükdən düşənin sürəti də çox olacaq. Onda belə çıxır ki, ikinci cismin sürəti böyük olacaq birinci cismin sürətindən. Deməli, onun da sürəti çox olacaqdır üçüncü cismin sürətindən. Yəni, V2 böyükdür V1, böyükdür V3. Doğru cavabımız C variantı. Dördüncü sualımız deyir ki, K və L nöqtələrindən 2M və M kütləli cisimlər sərbəst buraxılır. Cisimlər yerə TK və TL müddətində çatdıqlarına görə TK böl TL nisbətini tapın və havanın müqavimət qüvvəsi də nəzərə alınmır. Şərtdə gördüyümüz kimi bunlar deyir ki, sərbəst buraxılır. Yəni, hər birinin düşən anda başlanğıc sürəti 0-a bərabərdir. Digər tərəfdən biz bilirik ki, belə deyək, ümumi düsturu yazaq. H bərabərdir. Bu aşağı doğru gəlirsə bərabər yeniləşən hərəkət olduğuna görə mən bunu H bərabərdir V0T üstə gəl JT kvadratı bölü 2 şəklində yazıram. Yenə bunların, yəni sərbəst buraxıldığına görə bu cisimlər atılan anda dedik ki, sürəti 0-dır, başlanğıc sürəti. Onda cismin düşmə hündürlüyü H bərabərdir JT kvadratı böl 2 düsturu ilə təyin olunur. Burada T cisimlərin yerə çatma müddətidir. Düsturdan cisimlərin yerə çatma müddətini təyin eləsək, T bərabərdir kökün altında 2H bölünsün J alırıq. Gördüyümüz kimi cismin yerə düşmə müddəti də kütlədən asılı deyil. Ona görə biz kütləyə baxmırıq. Deməli, cismin yerə düşmə müddəti yalnız hündürlükdən asılıdır və hündürlükdən də gördüyümüz kimi kök altı düz asılıdır. Onda biz asıllıq qursaq, yazarıq ki, TK bölünsün TL bərabərdir. Kökün altında, kök altı düz asılıdır. Hündürlüklə onda yazarıq HK bölünsün HL. Bu da bərabərdir. Kökün altında gördüyümüz kimi K cismi buradan ümumilikdən fikir verirsinizsə, K cismi 8H plus H, yəni 9H hündürlükdən düşür. L cismi isə H qədər hündürlükdən düşür. Bunlar gedir kökdə 9, o da bizə 3'ü verəcək. Bizdən də TK böl TL nisbətini soruşur. Cavab olacaqdır 3, yəni C variantı. 5-ci sualla davam eləyək. 25 metr hündürlükdəki K nöqtəsindən şaquli yuxarıya doğru 20 metr böl saniyə sürətlə atılan M kütləli cismin yerə dəymə sürəti neçə metr böl saniyə olar? Deməli, əziz müəllimlər, baxın, bunu həll etmək üçün burada bir xassəni bilməliyik. O xassə nədir? Cisim, baxın, hansı nöqtədən, tutaq ki, hər hansı bir nöqtədən, məsələn, bu K nöqtəsindən 20 metr böl saniyə sürətlə atılıb. Bu cisim yuxarı qalxıb, geri gəlib, atıldığı nöqtəyə çatanda atıldığı sürətə bərabər olur. Yəni, tutaq ki, bu cisim, bax, atıldı, düzdür mü? Bu formada gəldi. Atıldığı nöqtəyə çatanda, bax, bu nöqtədə, düzdür mü? Baxın, gəldi, çatdı atıldığı nöqtəyə. Bax, gəldi, çatdı bura. Artıq bu atıldığı nöqtəyə çatanda elə atıldığı sürətə bərabər olur. Yəni, bunu 20 ilə atılmamışdı mı? Elə bunun atıldığı nöqtəyə çatanda da sürəti olur 20 metr bölünsün saniyə. İndi buradan elə bir ki, bu bunun başlanğıc sürəti olur. Bax, buradan düşmə sürəti olur. Onda biz ümumi düsturu yaza bilərik ki, H bərabərdir V kvadratı çıxılsın, V0 kvadratı bölünsün 2J düsturuna görə bu məsələni həll eləyə bilərik. Deməli, bu 25 metr hündürlükdən düşür. Yazıram 25 bərabərdir. Son sürəti bizdən soruşur. Onda son sürətin kvadratı çıxılsın. Başlanğıc sürət 20 ilə. Baxın, bu nöqtədən 20 ilə atılıb. Kvadratı 400 bölünsün 2J. Yəni 2 vurun 20. Buradan V kvadratı çıxılsın 400 bərabərdir. Deməli, 25'i də 20'yə vuranda nə alırıq? Deməli, alırıq 500. Onda buradan V kvadratı bərabərdir 900. Deməli, V də buradan nə alınacaq? 30 metr bölünsün saniyə alacaq. Deməli, cismin yerə dayananda sürəti 30 metr böl saniyəyə bərabərdir. Növbəti sualımız deyir ki, şəkillərdəki kimi 30 metr böl saniyə və 40 metr böl saniyə sürətlərlə şaquli yuxarıya doğru atılan cisimlər eyni anda yerə düşürlər. Buna əsasən H hündürlüyünün neçə metr olduğunu hesablayın. Deməli, əziz müəllimlər, baxın, bu sualı həll etmək üçün, baxın, mən bu ikinci şəkil var, onu bir balaca aşağıdan göstərəcəm. Baxın, bu ikinci cisim elə bil ki, bu yer səthindən nə edib? 40 metr böl saniyə sürətlə atılıb. Yəni, bunun başlanğıc sürəti 40 metr böl saniyədir.
Bu cisim elə bil ki, bax, atılır, gedir maksimal hündürlüyə çatır, geri gəlib düşəcək yer səthinə və deyir ki, bu cisimlərin yerə çatma müddətləri bərabərdir. Bunların yerə çatma müddətləri bərabərdir. Onda görək, bu ikinci, bu 40 ilə atılan cisim, görək neçə saniyə yerə çatacaq. İlk öncə bu cismin, bax, şaqili yuxarı atılmış hərəkətdir. Bu cismin qalxma müddətini, yəni maksimal hündürlüyə qalxma müddətini tapsaq, T qalxma bərabərdir V0 bölünsün J'dir. 40 ilə atılıb, onda 40 bölünsün 10-dan alırıq, nə qədər? 4 saniyə. Düzdürmü? Deməli, bu cisim nə edir? Maksimal hündürlüyə, bax, bura H maksa, bura ümumi göstərim. Bu H maksa nə edir? 4 saniyəyə qalxır. 4 saniyəyə qalxır. Artıq cisim gəldi, bax, bu maksimal hündürlüyə çatdı və burada bilirik ki, maksimal hündürlükdə sürəti sıfırdır. Görək onda bu maksimal hündürlüyə, baxın, bu maksimal hündürlüyə, heç ona maksimal hündürlüyə ehtiyac yoxdur. Deməli, bu 4 saniyə atılıbsa, 4 saniyəyə də düşəcək. Elə bunun birbaşa uçuş müddətini də tapa bilərdik. Elə bil ki, T uçuş bərabərdir 2V0 bölünsün J ilə. Elə birbaşa bunun uçuş müddətini tapa bilərik. 2 vurulsun, başlanğıc sürəti 40, bölünsün J də 10. Nə alırıq? 8 saniyə alırıq. Deməli, bu ikinci cismin yerə çatma müddəti 8 saniyədir. Bizə deyir ki, üzrlü sayın, deməli bizə deyir ki, bunlar eyni anda yerə düşürlər. Eyni anda yerə düşürlər. Deməli, belə çıxır ki, bu ikinci cisim 8 saniyəyə yerə çatanda, bu 30 ilə atılan cisim də gəlir buraya yerə, həmən o 8 saniyəyə çatır. Yəni 8 saniyə zaman sərf olunur burada. Deməli, əziz müəllimlər, görək onda bu 30 ilə atılan cisim, bax, bu atıldığı nöqtədən maksimal hündürlüyə neçə saniyə qalxıb? Deməli, bu 30 ilə atılıbsa, bunun T qalxmasını tapsam, V0 bölünsün J olacaq. Yəni 30 ilə atılıb, 10-a böləndə nə alırıq? 3 alırıq. Deməli, bu 3 saniyəyə qalxıb maksimal hündürlüyə. Amma ümumi bu cismin gəlib yerə çatmasına 8 saniyə zaman sərf olunub. Onda belə çıxır ki, bu 3 saniyə maksimal hündürlüyə qalxıbsa, onda bu 5 saniyəyə nə edəcək? 5 saniyəyə də, bax, bu maksimal hündürlükdən, burada sürəti sıfırdır, maksimal hündürlükdən də yerə düşməyə 5 saniyə zaman sərf eləyəcəkdir, düzdürmü? Onda biz ümumi, bax, bu cismin, bax, buradan olan hündürlüyünü tapa bilərik. Necə taparıq? Sərbəst düşmə icra edirik axı burada. Onda H bərabərdir JT kvadratı bölü 2 yazarıq. Buradan da H, deməli J 10, zaman 5 saniyə zaman sərf eləyib, kvadratı 25 bölünsün 2. Nə aldıq? 125 metr aldıq. Fikir verirsinizsə, baxın, buradan ümumi olan hündürlük 125 metrdir. Amma bizdən, bax, buradakı H-ı soruşur. Bax, bu məsafəni soruşur. Onda görək 30 ilə atılan cismin maksimal qalxma hündürlüyü nə qədərdir? Onda yazaram ki, H max bərabərdir V0 kvadratı bölünsün 2J. 30 ilə atılıb, kvadratı 900 bölünsün 20. Nə aldıq? 45 metr aldıq. Deməli, bu cismin, bax, buradan maksimal hündürlüyə qalxma müddəti 45 metrdir. Onda biz buradan balaca H-ı necə tapa bilərik? Balaca H-ı, baxın, buradan göstərirəm. Biz buradan balaca H-ı tapmaq üçün ümumi 125 metrdən bu 30 ilə atılan cismin maksimal qalxma hündürlüyünü 45-ə çıxmalıyıq. Onda nə alınacaq? 80 metr alınacaq. Yəni, doğru cavabımız A variantı. Növbəti sualla davam eləyək, əziz müəllimlər. 7 nömrəli sualda bizə deyir ki, müəyyən hündürlükdən 10 metr böl saniyə sürətlə üfüqi istiqamətdə atılan cismin uçuş məsafəsi 60 metrdir. Buna əsasən cismin atıldığı H hündürlüyünün neçə metr olduğunu hesablayın. Bildiyimiz kimi, əziz müəllimlər, üfüqi atılmış hərəkətdə uçuş müddətinin düsturu L uçuş bərabərdir V0 vurulsun, kökün altında 2H bölünsün J'dir. Buradan hesablama aparsaq, deməli bizim uçuş məsafəmiz 60'dır. Onda yazıram 60 bərabərdir. 10 ilə atılıb 10 vurulsun, kökün altında 2H bölünsün 10. Düzdürmü? Onda bunu bir balaca sadələşdirsək, elə bunu burada ixtisar edirəm. Alıram ki 6 bərabərdir
2h bölü j 10'dur. Bunu kvadrata yüksəltsək və yaxud elə birbaşa yazaq hələ ki, 2 ilə 10-u ixtisar edirəm, h bölünsün 5 olur. Deməli, əzməlilər bunu kvadrata yüksəltsək hər iki tərəfini 36 bərabərdir, h bölünsün 5 olacaq. Buradan da biz h-ı tapanda 5 vurulsun 36-dan olacaqdır 180 metr. Doğru cavabımız D variantı. 8 nömrəli sual. H hündürlüyündən üfüqi istiqamətdə 30 metr bölü saniyə sürətlə atılmış cisim 4 saniyə sonra yerə dəyir. Buna əsasən cismin H hündürlüyünün L uçuş məsafəsinə olan H bölü L nisbətini tapın. J 10 metr bölü saniyə kvadratı, havanın da müqavimət qüvvəsi nəzərə alınmır. Deməli, əzməlimlər, ilk öncə gəlin biz uçuş məsafəsini tapaq. Üfüqi istiqamətdə uçuş məsafəsinin düsturlarından biri L uçuş bərabərdir. Sürətin x proyeksiyası, yəni gördüyümüz kimi budur. Vurulsun t. Yəni Vx dediyimizdə bu Vx dəyişmir. V0-a bərabərdir. Ona mən buna birbaşa V0 vur t yaza bilərəm. V0'ın burada 30'dur. 4 saniyə sonra yerə düşürsə zaman da 4. Alırıq buradan biz uçuş məsafəsini 120 metr. Uçuş məsafəsini biləndən sonra biz h-ı tapa bilərik. Çünki uçuş məsafəsinin digər düsturu L uçuş bərabərdir. V0 vurulsun. Kökün altında 2h bölünsün j'dir. Uyğun qiymətləri yerinə yazsaq, uçuş məsafəsini az öncə 120 metr tapmışdıq, bərabərdir. V0'ımız, yəni başlanğıc sürətimiz 30'dur, vurulsun. Kökün altında 2h bölü j'dir, j 10'dur. 2 ilə 10'u ixtisar eləyəndə 5 qalır. H bölü 5 yazıram bunu birbaşa. Buradan da kökün altında h bölünsün 5 bərabər olacaqdır 120 bölü 30'a, yəni 4'ə. Hər iki tərəfi kvadrata yüksəltsək, onda h bölü 5 bərabər olacaqdır 16'ya. H da buradan olacaqdır 80 metr. Bizdən də h-ın L-ə nisbətini soruşur. H-ı 80 metr, uçuş məsafəsini isə 120 metr almışdıq. İxtisarlarımızı eləsək, sıfırlar gedir, 4'ə ixtisar eləsək, 2 bölünsün 3 nisbətini alırıq. Yəni doğru cavabımız A variantı. 9 nömrəli sual. Üfüqə bucaq altında atılmış hərəkətə aid sualdır. V0 başlanğıc sürəti ilə üfüqə bucaq altında atılmış cismin maksimal qalxma hündürlüyü 80 metrdir. Cismin trayektoriyanın təpə nöqtəsindəki sürətinin neçə metr bölü saniyə olduğunu tapın. Deməli, əziz müəllimlər, gəlin ilk öncə biz atılma anında başlanğıc sürəti proyeksiya ayıraq. Biri bu olsun şaquli V0'ın şaquli toplananı, buna V0y. Digərinə isə başlanğıc sürətin üfüqi toplananı olur. Bu da olur V0x. Deməli, əzməllər, gəlin biz burada V0x-i tapaq. V0x biz bilirik ki, burada nəyə bərabərdir? Bucağa bitişik tərəf olduğuna görə V0 kosinüs alfadır. Gəlin bu qiyməti hesablayaq. Bizə hal-hazırda V0 verməyib, tamam. Burada V0 verməyib. Başlanğıc sürəti isə əziz müəllimlər, baxın bu maksimal hündürlükdən istifadə edib tapa bilərik. Çünki biz bilirik ki, üfüqə bucaq altında atılmış hərəkətdə maksimal qalxma hündürlüyünün düsturu V0 kvadratı sinus kvadratı alfa bölünsün 2J düsturu ilə təyin olunur. Buradan biz istifadə edib başlanğıc sürəti tapa bilərik. H maksimumuz 80 bərabərdir. V0 kvadratı vurulsun. Sinüs 53 dərəcə 0.8 kvadrat olacaqdır 0,64. Bölünsün 2J, yəni 2 vurun 20. Buradan biz alırıq ki, V0 kvadratı vurulsun 0,64 bərabərdir 80 vur 20, yəni 1600. Gəlin kök alaq hər iki tərəfdən. V0, bax bunu ümumi kök alsam, V0 kvadratından V0 vurulsun 0,64-dən 0,8 çıxar, bərabərdir 1600-dən də 40 çıxar. Buradan biz V0-ı tapanda 40-ı 0,8-ə bölsək olacaqdır 50 metr bölünsün saniyə. Deməli, bu cisim ümumilikdə 50 metr bölüs başlanğıc sürətlə üfüqə bucaq altında atılıb. Onda biz bunun başlanğıc sürətinin üfüqi toplananını tapmış olsaq, V0'ımız 50 vurulsun kosinüs 53 dərəcə 0,6. Buradan da alırıq 30 metr bölü saniyə. Digər tərəfdən əziz müəllimlər, biz bilirik ki, hərəkət müddəticə, yəni ümumi hərəkətdə
nə baş verir? Burada üfüqi toplanan dəyişmir. Yəni istənilən nöqtədə, məsələn bu nöqtə olsun və ya burada bir nöqtə olsun, fərqi yoxdur. Hər zaman sürətin qiyməti elə başlanğıc sürətin üfüqi toplanana bərabərdir. Yəni bizim buradakı v-imiz elə bizim v0x-imizə bərabər olacaq. Az öncə də biz onu nə tapdıq? 30 metr bölünsün saniyə tapdıq. Yəni doğru cavabımız burada olacaqdır C variantı. Yəni bizim üfüqi toplananımız neynəmir? Dəyişmir. Hər zaman istənilən nöqtədə sürətin x oxu üzrə proyeksiyası elə başlanğıc sürətin proyeksiyasına bərabər olur. 10 nömrəli sualımızla davam eləyək. Deyir ki, üfüqə bucaq altında atılmış K və L cisimlərinin başlanğıc sürət vektorları təsvir olunub. Buna əsasən uçuş məsafələri nisbəti, yəni uçuş müddəti, bir də maksimal qalxma hündürlüklərinin nisbətini soruşur. Yəni bunlardan hansılar doğrudur? Deməli, əziz müəllimlər, birinci biz üfüqə söhbət burada fikir verirsə, üfüqə bucaq altında atılmış hərəkətdən gedir. Gəlin birinci uçuş məsafəsini tapmağa çalışaq. Deməli, əziz müəllimlər, biz bilirik ki, üfüqə bucaq altında atılmış hərəkətdə uçuş müddətinin düsturu 2v0x v0y bölünsün j düsturu ilə təyin olunur. Gördüyümüz kimi, burada v0x, v0y-dır. Gəlin ilk öncə biz bunu K cismi üçün yazaq. Yazıram ki, LK bərabərdir 2 vurulsun. Gəlin birinci K cisminin üfüqi toplananına baxaq. Yəni x oxu üzrə. Gördüyümüz kimi bu nədir? Bir bölgüdür. Bir bölgü götürəcəm bunu. 2 vurulsun, 1 vurulsun. K-nın y-i isə, baxın burada K-nın y-i, bu da nə qədərdir? 2 bölgüdür. Vurulsun 2, bölünsün j-ni də elə birbaşa 10 götürüb hesablayacağım ki, qarışıqlı olmasın. Burada nə alırıq? 4 bölünsün 10 alırıq. Düzdürmü? K cismi üçün. İndi gəlin biz bunu L cismi üçün yazaq. Bərabərdir. 2 vurulsun. L cisminin x-i. Nə edirəm ki, qarışmasın. Gördüyümüz kimi L cisminin x-i neçə bölgüdür? 2 bölgüdür. Vur 2. Vurulsun. L cisminin y oxu üzrə toplananı isə nə qədərdir? 1 bölgüdür. Vurulsun 1. Bölünsün j-də 10. Nəticədə nə alırıq? 4 bölünsün 10 alırıq. Gördüyümüz kimi uçuş məsafələri hər iki cisim üçün eynidir. Onda nisbət bizə 1 verməlidir. Bu doğru fikirdir. Deyir ki, cisimlərin uçuş müddətləri nisbəti. Uçuş müddətinin düsturu isə üfüqə bucaq altında atılmış hərəkətdə t uçuş bərabərdir 2v0y bölünsün j düsturu ilə təyin olunur. Onda əziz müəllimlər, gəlin bunu elə yenə də hər iki cisim üçün yazaq. Məsələn, mən bunu K cismi üçün yazsam, əslində birbaşa da gedə bilərsiniz. Necə birbaşa gedərsiniz? J zaten eynidir. 2 ilə işimiz yoxdur. Onda uçuş müddəti yalnız sürətin y oxu üzrə toplanandan asılıdır. Onda asıllıq qursaq yazaram ki, TK bölünsün TL bərabərdir. V0 deməli V0Y K bölünsün V0YL. Bu cisimlər üçün asıllıq yaratdım. Onda buradan yazsaq, aşağıdan yazıram. TK bölünsün TL bərabərdir. Yalnız burada Y toplananlarına baxasıq. Bax, indi mən qarışmasın deyə buranı pozuram. Yalnız baxırıq nəyə? Y-a. Baxıram ki, K-nın Y-ı nə qədərdir? 2 bölgüdür. L-in Y-ı isə 1 bölgüdür. Onda yazacağım. K üçün deməli şaquli toplananı 2 oldu. L üçün şaquli toplanan 1 oldu. Ondan nisbət bizə 2-ni verir. Deməli, bu da doğru fikirdir. Maksimal qalxma hündürlüklərinə gəlirəm. Maksimal qalxma hündürlüyün düsturu isə Hmax bərabərdir. Deməli, burada nədir? 2 deməli, belə yazaq da biz bunu. V0y kvadratı bölü 2j yazaq. Deməli, Hmaxımız V0y kvadratı bölünsün 2j'dir. Gördüyümüz kimi maksimal qalxma hündürlüyü də başlanğıc sürətin y toplananından asılıdır. Düzdürmü? Onda asıllıq qursaq belə yazarıq da. Yazarıq ki, HK bölünsün HL bərabərdir. Düz kvadratik asılıdır.
V0y-dan. Onda yazacağım ki, deməli V0y deməli k kvadratı bölünsün V0y L kvadratı. Yerinə yazsaq, deməli k cisminin y-ı 2 bölgüydü. Az öncə demişdik. Kvadratı 4 bölünsün L cisminin y toplananı 1 bölgüydü. Kvadratı 1. Nisbət bizə 4'ü verir. Deməli bu da doğru fikirdir. Hər üç ifadə doğrudur. Doğru cavabımız elə C variantı. Növbəti sualımız 11 nömrəli sual. Şəkildə göstərilən səma cisimləri üçün verilmiş A nöqtəsində yekun qravitasiya sahəsinin intensivliyi hansı istiqamətə yönəlmişdir? Deməli, əziz müəllimlər, ilk öncə biz bilirik ki, qravitasiya sahəsinin intensivliyi hər zaman yerin mərkəzinə doğru yönəlir. Onda A nöqtəsində, bax, bunun intensivliyi, yəni burada rəngi dəyişib göstərim ki, baxmaq rahat olsun. Onda bax, bu sağ tərəfdəki kürənin, cismin intensivliyi yönələcək bunun mərkəzinə. Yönələcək bunun mərkəzinə. Birinci kürənin də deyək, intensivliyi yönələcəkdir özünün mərkəzinə doğru. Düzdür. Onda gəlin, hər biri üçün biz intensivliyi tapaq. Sağ tərəfdəki kürəyə 1, sol tərəfdəki kürəyə 2 deyim. Onda birinci üçün hesablasaq, J1 bərabərdir, J vurulsun. Burada kütləsi 3M-dir, bölünsün. Nöqtəyə qədər, mərkəzdən nöqtəyə olan qədər məsafə isə 2R-dir, kvadratı olacaqdır 4R kvadrat. Yəni, düstur bu düsturda J bərabərdir, J vurulsun, M bölünsün R kvadrat. İndi burada mən JM böl R kvadratına 1J desəm, onda birincinin intensivliyi olacaqdır 4'də 3 J. İndi gəlin biz bunu ikinci üçün hesablayaq. İkinci üçün hesablasam, J2 bərabərdir, J vurulsun. İkinci bu kürənin kütləsi M. A nöqtəsindən həmin o ikinci kürənin mərkəzinə qədər olan məsafə R-dir. Bu da olacaq kvadratı R kvadratı. J böl R kvadratına 1J demişdik. Deməli, fikir verirsinizsə, birinci kürənin intensivliyi 4'də 3 J'dir. A nöqtəsindəki. İkincinin isə J'dir. Düzdürmü? Və yekun bunlar fikir verirsinizsə, bu intensivliklər əks istiqamətdə yönəlib. Əks istiqamətdə yönələndə yekun intensivlik, baxın, yekun intensivlik, intensivliyi böyük olanın istiqamətində yönələcək. Fikir verirsinizsə, burada birinci kürənin intensivliyi, yəni birinci kürənin intensivliyi bu J'dir, 4'də 3 J'dir, ikincinin isə J'dir. J 4'də 3 J'dən böyükdür, düzdürmü? Gəlin burada göstərək, deməli bu J1 olmuşdu, bu da J2 olmuşdu. Düzdürmü? J1 4'də 3 J idi, J2 isə J'yə bərabərdir. Və yekun intensivlik, intensivliyi böyük olan istiqamətdir. İntensivliyi böyük olan da, baxın, bu ikinci kürənin A nöqtəsindəki intensivliyidir. Bu da sağa doğru yönəlib. Ona görə bizim yekun intensivliyimiz də A nöqtəsində sağa tərəf olacaq. Yəni, bir istiqamətində. Doğru cavabımız burada olacaqdır. A variantı. Növbəti sualımız, verilmiş kütləli cismə təsir edən ağırlıq qüvvəsinin yer səthinə olan hündürlükdən asılılıq qrafiki verilib. Qrafikin A nöqtəsinə uyğun olan ağırlıq qüvvəsini hesablayın. Gördüyümüz kimi bunun hansı dəyəridir? Yer səthindəki ağırlıq cismə təsir edən ağırlıq qüvvəsidir. Yəni bizim F0'ımız 90 Newtona bərabərdir. Gördüyümüz kimi A nöqtəsinə uyğun hündürlük H bərabərdir 2R'dir. Bizdən, baxın, bu A nöqtəsinə uyğun, yəni 2R-ə uyğun, deməli, nəyi soruşur? Ağırlıq qüvvəsini soruşur. Deməli, əziz müəllimlər, biz bilirik ki, yer səthində cismə təsir edən ağırlıq qüvvəsi J vur, M bölünsün, R kvadrat ilə təyin olunur və şərtə görə və qrafikə görə baxanda görürük ki, bu nədir? 90 Newtona bərabərdir. İndi hər hansı bir hündürlük üçün, yəni bu A nöqtəsi üçün yazsaq, düsturumuz olacaqdır, J vurulsun, M bölünsün, R plus H-ın kvadratı. Düzdürmü? İndi burada gətirib H-ın yerinə, baxın, bu H-ın 2 yerinə gətirib bu ifadəni nəzərə alsaq, olacaqdır, deməli, J vurulsun, M bölünsün, H-ın yerinə 2R yazanda, üstünə də 1R gələndə 3R kvadratı olacaqdır, 9R kvadratı. Və biz burada az öncə Jm böl R kvadratına 90 demişdik. Bunun yerinə 90 yazanda
90 bölünsün 9'dan cavabımız olacaqdır 10 Newton. Doğru variant deməli Y variantı. 13 nömrəli sual. Bir cismi sükunət halından, yəni baxın buradan bunun başlanğıc sürəti 0-dır. Sükunət halından üfüqi istiqamətdə hansı sabit təcillə hərəkətə başlamalıdır ki, özündən 16 metr məsafədəki K nöqtəsinə 80 metr yüksəklikdən sərbəst düşən, yəni burada da bunun başlanğıc sürəti 0-dır. Sərbəst düşən cisimlə eyni vaxtda çatsın və hər iki hərəkət eyni anda başlayırdır. Nə deməkdir? Deməli, hər iki hərəkət cisimlə eyni vaxtda çatsın. Bu nə deməkdir? Bu deməkdir ki, əziz müəllimlər, bu birinci cisim bu K nöqtəsinə tutaq ki, bir T müddətinə gəlibsə, həmin anda, həmin zaman anda da bu ikinci cisim bu K nöqtəsinə eyni zamana düşür. Eyni T müddətinə düşür. Tamam. Onda biz bu T müddətini tapa bilərik. Necə tapa bilərik? İkinci cisim 80 metrlikdən sərbəst düşür, düzdürmü? Sərbəst düşmədə bilirik ki, H, JT kvadratı bölü 2-dir. Biz buradan T-ni tapanda alırıq, kökün altında 2H bölünsün J. Yəni, kökün altında 2 vurulsun. Bu 80 metr hündürlükdən düşür, J də 10'dur. Burada kökdə 16 alırıq 4 saniyə. Deməli, bu ikinci cisim 4 saniyəyə K nöqtəsinə çatır. Onda belə çıxır ki, bir cismi də elə K nöqtəsinə nə edəcək? 4 saniyəyə çatacaq. Tamam, bunu bildiksə, onda biz nə edə bilərik? Bir nöqtəsinin, yəni bir cisminin K nöqtəsinə qədər getdiyi yolu bilirəm. Başlanğıc sürətinin 0 olduğunu bilirəm və neçə saniyədə çatdığını bilirəm. Onda biz S bərabərdir V0T üstə gəlinsin AT kvadratı bölü 2 yaza bilərik və bu sükunət vəziyyətinin hərəkətə başladığına görə bu hissə gedir 0-a. Onda S bərabərdir AT kvadratı bölünsün 2 qalır. Buradan da bizdən cismin təcilini soruşur. Buradan A-nı tapmış olsaq A bərabərdir 2S bölünsün T kvadrat olacaq. 2 vurulsun. Bir cismi 16 metr yol gedir və neçə saniyə gedir? 4 saniyə gedir. Kvadratı 16. 16'lar getdi. Deməli, birinci cismin təcili 2 metr bölü saniyə kvadratına bərabərdir. Doğru cavabımız C variantı. Növbəti sualla davam edək müəllimlər. Deməli, 14 nömrəli sualda bizə deyir ki, yer səthindən şaqili olaraq yuxarı atılmış cismin koordinatının zamandan asılı qrafik verilib, cismin maksimal qalxma hündürlüyünü hesablayın. Deməli, əziz müəllimlər, görürük ki, bu 3-cü saniyənin sonunda koordinat nədir? Maksimumdur. Deməli, artıq bu nöqtə maksimal hündürlüyə uyğun gəlir. Yəni, burada son sürət 0-dır. Cismin də maksimal hündürlüyə qalxdığı müddətə biz deyirik qalxma müddəti. Deməli, maksimal hündürlüyə uyğun müddət 3 saniyədirsə, deməli, belə çıxır ki, bu 3 saniyə nədir? Cismin qalxma müddətidir. 6 saniyə isə cismin ümumi uçuş müddətidir. Qalxma müddətini biləndən sonra burada yer səthindən şaqili olaraq yuxarı atılmış hərəkət deyilir. Biz də bilirik ki, şaqili yuxarı atılmış hərəkətdə qalxma müddəti T qalxma bərabərdir V0 bölünsün J düstur ilə təyin olunur. Buradan da biz başlanğıc sürəti tapmış olsaq olacaq J T qalxma. J-nin qiyməti 10, qalxma müddəti 3-dür. Deməli, bu cismin yer səthindən atılma sürəti, yəni başlanğıc sürəti 30 metr bölünsün saniyədir. Başlanğıc sürətlə biləndən sonra biz bilirik ki, şaqili yuxarı atılmış hərəkətdə maksimal qalxma hündürlüyü V0 kvadratı bölünsün 2J düstur ilə təyin olunur. Deməli, başlanğıc sürəti 30 kvadratı 900 bölünsün 20. Deməli, maksimal qalxma hündürlüyü 45 metrə bərabərdir. 15 nömrəli sual. Birinci kosmik sürətin yer səthindən olan hündürlükdən asılı qrafik verilib. A nöqtəsinə uyğun hündürlüyü hesablayın. Deməli, əziz müəllimlər, gördüyümüz kimi bunun birinci kosmik sürətin qiyməti V1 8 metr böl saniyədir. Düzdürmü? İndi burada sürüşüb bu. Gördüyümüz kimi hər hansı bir hündürlükdə bu kosmik sürətin qiyməti olub nə qədər? 2 metr böl saniyə. Əlbəttə ki, bu əslində kilometr böl saniyədir. İndi bu kilometr böl saniyədir. İndi əziz müəllimlər, biz belə bir düstur bilirik. Bizdən nəyə soruşur? H-ın neçə yerə bərabər olduğunu soruşur. Deməli, əziz müəllimlər, biz bilməliyik ki, hər hansı bir hündürlükdəki birinci kosmik sürətin qiyməti birinci kosmik sürət bölünsün
kökün altında 1 üstə gəlinsin h bölünsün r düsturu ilə təyin olunur. Verilən qiymətləri nəzərə alsaq, deməli, hər hansı bir hündürlükdə dedik ki, kosmik sürətin qiyməti 2 km/saniyədir. Yazıram 2 bərabərdir. Birinci kosmik sürətin qiyməti 8 km/saniyə bölünsün kökün altında 1 üstə gəlinsin h bölünsün r olaraq saxlayıram. 2 ilə 8-i ixtisar eləsək, burada 4 qalır. Çarpı şəkildə vursaq, kökün altında 1 üstə gəlinsin h bölünsün r bərabərdir 4-ə. Hər iki tərəfi kvadrata yüksəltsək, sol tərəf olacaqdır 1 üstə gəlinsin h bölünsün r bərabərdir. Sağ tərəf 4-ün kvadratı 16. Biz buradan h bölünsün r nisbətini təyin etsək, 1-i sağa keçirsək 16 çıxılsın 1 15. Buradan da h-ın 15 r-ə bərabər olduğunu alırıq. Doğru cavabımız C variantı. 16 nömrəli sualla davam edək. 16 nömrəli sualda deyir ki, yer səthində qravitə sahəsinin intensivliyi 10 Nm/kg-dır. Deməli, baxın, yer səthində J0 10 Nm bölünsün bərabərdir. Deyir ki, onun səthində R və 4R hündürlükdəki qiymətlərinin J1 bölünsün J2 nisbətini tapın. Deməli, əziz müəllimlər, yer səthindən, onun səthindən R məsafədədir. Birinci R məsafə düşür, bax, bu A nöqtəsinə. Bura görə hesablasam, yazıram J1 bərabərdir. J vurulsun, M bölünsün. Görək bu A nöqtəsi mərkəzdən nə qədər məsafədədir? Onda burada R-dir, düzdürmü? Bunun radiusudur. Onda buradan bura qədər məsafə 2R-dir. Kvadratı bizə verəcək 4R kvadratını. J-in böl R kvadratına J desəm, onda bunun A nöqtəsində intensivliyin qiyməti olacaq J bölünsün 4. B nöqtəsi üçün yazanda, burada bir J2 deyirəm, olacaqdır J vurulsun, M bölünsün. İndi B nöqtəsi mərkəzdən fikir verirsinizsə, cəmi nə qədər hündürlükdədir? Cəmi R, R, 3R, yəni 5R hündürlükdədir. Onda kvadratı olacaqdır 25R kvadratı. J-in böl R kvadratına J demişdik. Onda bu da olacaq J bölünsün 25. Bizdən də J1'in J2 nisbətini soruşur. Deməli, J1'imiz olmuşdu. J bölünsün 4 bölünsün J2 oldu. J bölünsün 25. Bunları bölsək, J böl 4 olduğu kimi saxlayaq. Digərini tərs çevirək. 25 yuxarı qalxır. J aşağı düşür. J'lər ixtisar gedir. Biz buradan J1 böl J2 nisbətini 25 bölünsün 4 alaraq alırıq. Doğru cavabımız C variantı. 17 nömrəli sual. Yer səthindən şaquli istiqamətdə yuxarı V0 bərabərdir 30 m/saniyə başlanğıc sürətlə atılmış cismin 5 saniyədə getdiyi yol həmin müddət ərzində etdiyi yer dəyişməsindən nə qədər çoxdur? Maraqlı sualdır, əziz müəllimlər bu. Bax, bunu belə anlamağa çalışaq. Deməli, bir cisim buradan 30 m/saniyə sürətlə atılır. 30-la atılır. Görək bu cisim maksimal hündürlüyə, bu yerdən maksimal hündürlüyə neçə saniyəyə çatacaq? Şaquli yuxarı atılmış hərəkətdir. Şaquli yuxarı atılmış hərəkətdə qalxma müddəti dedik ki, V0 böl J-dir. Bu 30-la atılıbsa, onda 30 bölünsün 10, 3 saniyədir. Deməli, bu cisim 3 saniyə maksimal hündürlüyə çatasıdır. Düzdürmü? Amma bizə deyir 5 saniyədə. Deməli, bu belə çıxır ki, 3 saniyə maksimal hündürlüyə çatıbsa, onda geri qalan 2 saniyə nə etməlidir? Bax, burada maksimal hündürlükdə bu bir anlıq dayanır. Deməli, bu növbəti 2 saniyəni nə etməlidir? Sərbəst düşməlidir. Düzdürmü? Çünki burada sürəti sıfırdır da. Burada hərəkətə başlayanda bu birinci hərəkətin sonundakı son sürət, ikinci hərəkətin başlanğıc sürətidir. Deməli, görək onda bu cisim nə qədər yol gedir? Birinci bu 30-la atıldı. Görək maksimal hündürlüyü neçə metrdir? V0 kvadratı bölünsün 2J düsturu ilə təyin etsək, 30-la atılıb, kvadratı 900-dür, bölünsün 20. Deməli, bunu maksimal hündürlük 45 metrdir. Artıq cisim 45 metr yol getdi 3 saniyədə. Görək, növbəti 2 saniyədə nə qədər düşəcək? Artıq sərbəst düşmə hərəkəti icra elədiyinə görə H bərabərdir. JT kvadratı bölü 2 yazaram. J 10-dur. 2 saniyəyə düşübdür. Kvadratı 4 bölünsün 2. Buradan nə alırıq? 20 metr. Deməli, bu cisim 45 metr gedəcək,
20 metrdə aşağı düşərsiniz. Bax 20 metrdə aşağı düşür. Onda bunun ümumi getdiyi yol 45 metr maksimal hündürlüyü plus da 20 metr sərbəst düşmə icra edib. Onda bu cismin ümumi getdiyi yol 5 saniyədə 65 metrdir. Bəs yer dəyişməsi nədir? Yer dəyişməsi isə əziz müəllimlər fikir verirsinizsə, yer dəyişməsini tapmaq istəyiriksə biz bu 45 metrdən bu 20 metri çıxmalıyıq. Bu da eləyir 25 metr. Deməli bunun yer dəyişmə. Bax yol deyəndə 45 ilə 20-ni topladıq, yer dəyişməsini deyəndə 45 ilə 20-ni çıxdıq. Yer dəyişmə oldu 25 metr. Bizə deyir ki, yol yer dəyişmədən nə qədər çoxdur? Yol 65-dir, yer dəyişmə 25-dir. Deməli 40 metr nədir? Çoxdur. 18 nömrəli sual. Yer səthindən şaquli yuxarı atılmış cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır? Deməli, şaquli yuxarı atılmış hərəkət yavaş hərəkətdir. Y bərabərdir y0 üzərinə gəlsin v0 yt minus j t kvadratı bölünsün 2 yazırıq. Yəni gördüyümüz kimi burada koordinat zamanla xətti yox, parabola şəklində olmalıdır. Və biz bilirik ki, şaquli yuxarı atılmış hərəkət birinci nə edir? Maksimal qalxma hündürlüyünə qədər v0-na atılır. Maksimal qalxma hündürlüyünə qədər bərabər yavaşlayan hərəkət edir. Sonra bu aşağı doğru gəldikcə bərabər yeyinləşən hərəkət edir. Yəni birinci yuxarı qalxdıqca bunun koordinatı artır, aşağı doğru gəldikcə koordinatı azalır, amma parabola şəklində dedik. Doğru cavabımız B variantı. 19 nömrəli sual. Müəyyən sürətlə yer səthindən üfüqə nəzərən 30 dərəcə bucaq altında atılmış cismin atıldıqdan 2 saniyə sonra sürətinin üfüqi toplananı 20 metr/saniyə olarsa, atılma anında həmin toplananın ədədi qiyməti nə qədər olar? Bu da maraqlı sualdır. Deməli, əziz müəllimlər, bunun şərti çox olsa da, burada verilən qiymətlər çox olsa da, amma məsələnin həlli çox sadədir. Çünki bir dənə xassəyə əsaslanır. Nədir o xassə? Mən burada bir şəkil təsvir etməyə çalışım. Baxın, boş yer var mı burada? Deməli, belə bir şey düşünək əziz müəllimlər. Bir dənə burada boş yer eləyim. Sonra onu pozarım. Boş yer eləyək. Deməli, əziz müəllimlər, belə bir şey düşünək. Baxın, bu yer səthidir. Baxın, bu yer səthidir. Tutaq ki, biz yer səthindən bir cismi müəyyən bucaq altında atırıq. Tutaq ki, alfa bucağı altında atırıq, müəyyən bir başlanğıc sürətlə. Bu cisim, baxın, belə bir trayektoriya cızaraq gəlir bura, düzdürmü? Və burada bu başlanğıc sürəti 2 dənə proyeksiya ayıranda bu olur başlanğıc sürətin y toplananı, bu da olur başlanğıc sürətin üfüqi toplananı v0x. Yadınızda saxlayırsınız ki, əziz müəllimlər, bu hərəkətin sonuna qədər fərqi yoxdur. İstənilən nöqtədə, məsələn bu nöqtə olsun, bu nöqtə olsun, bu nöqtə olsun, fərqi yoxdur. İstənilən nöqtədə sürətin qiyməti, istənilən nöqtədə, baxın, sürətin qiyməti elə başlanğıc sürətə bərabərdir. Yəni, v0x-ə bərabərdir. Bu da oldu nə? v0x-ə bərabər oldu, düzdürmü? Bizə də deyir ki, əziz müəllimlər, 2 saniyə sonra sürətinin üfüqi toplananı 20-dir. Deməli, belə çıxır ki, bunun vx-i 20-dir. 2 saniyə tutaq ki, bu oldu burada. Bunun vx-i deyir 20-dir. Elə şərtə görə bu nəyə bərabər olmalıdır? Başlanğıc sürətin toplananına bərabər olmalıdır. Deməli, elə bunun v0x-i də 20 metr/saniyədir. Bizdən də elə bunu soruşurdu. Deyirdi ki, atılma anında həmin toplananın, yəni bu x üzrə toplananın qiyməti nə olar? Elə 20 metr bölünsün saniyə olar.
Davam eləyəz müəllimlər. 21 nömrəli sualda deyir ki, yuxarı qalxan liftin sürətinin modulunun zamandan asılılıq qrafiki verilib. Liftin döşəməsindəki 4 kiloqram kütləli cismin çəkisini hesablayın. Burada diqqətli olmaq lazımdır əziz müəllimlər. Nəyə görə? Bəzən burada yuxarı sözünü görəndən burada çəkiyə m vur j plus a yazırıq. Amma diqqətli olmaq lazımdır. Burada deyir ki, yuxarı qalxan lift. Deməli, lift yuxarı doğru müəyyən bir sürətlə hərəkət edir. İndi baxıram qrafikə, baxıram ki, sürət artır. Yəni necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə təcil də sürət istiqamətində olur. Artıq biz dəqiq olaraq, tam olaraq təcilin istiqamətini təyin etdik. Təcil yuxarıdırsa, onda biz çəkini P bərabərdir m vur j plus a düsturuna görə tapa bilərik. Onda buradan P bərabərdir. Kütləmiz 4'dür. J 10'dur. Üzərinə gəlsin təcil. Təcil isə A bərabərdir. İstəsəniz 2 saniyəyə görə, istəsəniz 4 saniyəyə görə tapa bilərsiniz. Ya 4'ü 2'yə bölün, ya da 8'i 4'ə bölün. Fərqi yoxdur. Təcilin buradan biz 2 metr bölü saniyə kvadratı olduğunu alırıq. Gətirib yerinə yazarıq. 10 üstə gəl 2, 12. 4'ə də vuranda cavabımız olacaq 48 Newton. Doğru cavab A variantı. 22 nömrəli sual. 1, 2 və 3 nöqtələrinə uyğun yerin qravitə sahəsinin intensivlikləri arasında hansı münasibət doğrudur? Deməli, əziz müəllimlər, baxırıq ki, 1 və 2 nöqtəsi eyni orbit üzərindədir deyək, eyni çevrə üzərindədir. Onda belə çıxır ki, bunların hər birisinin yerdən olan radiusları bərabər olduğuna görə bunların nəyi? İntensivlikləri də bərabər olacaq. 3'ü müqayisə eləyəndə isə intensivliyin düsturu J vurulsun, M bölünsün R kvadratıdır. Yəni, mərkəzdən uzaqlaşdıqca, məsafə artdıqca intensivlik azalır. Belə çıxır ki, yerdən uzaqda olanın intensivliyi də azdır. Onda J1, J2 bərabərdir və J3'dən böyük də olmalıdır. Doğru cavabımız B variantı. 23 nömrəli sual. Üfüqə bucaq altında atılan cismin başlanğıc sürət vektoru təsvir olunub. Bu cismin uçuş müddətini hesabla. Fikir verirsinizsə, üfüqə bucaq altında atılan deyir. Biz də bilirik ki, üfüqə bucaq altında atılmış hərəkətdə uçuş müddətinin düsturu T uçuş bərabərdir 2V0 Y bölünsün J'dir. Artıq biz uçuş müddətini tapanda başlanğıc sürətin X yox, Y toplanandan istifadə eləyəsik. Onda T uçuş bərabərdir 2 vurulsun. V0 Y-ımız 20 bölünsün J də 10. Buradan uçuş müddətini 4 saniyə alırıq. Doğru cavabımız C variantı. 24 nömrəli sual. Şəkildə yerin səthindən şaquli yuxarı atılmış cismin sürətinin proyeksiyasının zamanla asılıq qrafiki verilib. 6 saniyə ərzində cismin yola görə orta sürətini hesablayın. Deməli, əziz müəllimlər, biz burada nə edə bilərik? Fikir verirsinizsə, 3-cü saniyəni, bu şaquli yuxarı atılmış hərəkətdir, yavaş hərəkətdir. Gördüyümüz kimi 3-cü saniyənin sonunda cismin sürəti 0 olub. Deməli, son sürət 0 olubsa 3-cü saniyənin sonunda cisim hardadır? Cisim maksimal hündürlükdədir. Onda bu 3 saniyə bunun nə idi? Maksimal hündürlüyə qalxma müddətidir. Deməli, bunun T qalxması nə qədərdir? 3 saniyədir. Deməli, əziz müəllimlər, bunun qalxma müddəti 3 saniyədirsə, onda belə çıxır ki, bunun başlanğıc sürəti nə qədərdir? T qalxma bərabərdir V0 bölünsün J-dən. V0'ı təyin etsək, V0 bərabərdir J T qalxma. J 10'dur, qalxma müddəti də 3'dür. Deməli, bu cismin atılan andakı sürəti 30 metr bölü saniyə olub. Onda görək bu cisim maksimal hündürlüyü nə qədərdir cismin? Deməli, V0 kvadratı bölünsün 2J ilə təyin etsək, 30 ilə atılıb kvadratı 900'dür, bölünsün 20, 45 metr. İndi, əziz müəllimlər, burada məsələ nədir? Baxın, bu 3 saniyəyə maksimal hündürlüyə çatıb. Onda bu ümumi 6 saniyə deyir də. Deməli, bu növbəti 3 saniyəni nə edəcək? Bu növbəti 3 saniyəni sərbəst düşəcək. Görək, sərbəst düşəndə neçə metr hündürlükdən düşür? H bərabərdir JT kvadratı bölü 2 yazsaq, J10 3 saniyə düşür. Kvadratı 9 bölünsün 2. Nə aldıq? 45 metr aldıq. Düzdürmü? Deməli bu. 45 metrdə aşağı düşərsə. Elə bil ki, ümumi getdiyi bunun yolu tapsaq, 45 metr yuxarı qalxdı. 45 metrdə aşağı düşdü. Deməli, bunun ümumi getdiyi yol nə qədərdir? 90 metrdir.
Onda bu cismin yola görə orta sürətini tapsaq, ümumi getdiyi yolu böləsək ümumi zamana. Ümumi 6 saniyədə dedik ki, 90 metr yol gedib və ümumi zaman da 6-dır. Buradan nə alırıq? 15 metr bölünsün saniyə alırıq. Doğru cavabımız C variantı. 25 nömrəli sual. 320 metr maraqlı suallardan biridir. Bu da 300 metr hündürlükdən sərbəst düşən cismin H2 hündürlüyünü 2 saniyə düşdüyü məlumdursa, H2 hündürlüyünün H1 hündürlüyünə olan nisbətini hesablayın. Havanın müqaməti də nəzərə alınmır. Deməli, əziz müəllimlər, bunu necə həll edirik? Deməli, bu 320 metr hündürlükdən sərbəst düşür. Yəni, bunun başlanğıc sürəti 0-dır. Görək, ümumi bu cisim 320 metr hündürlüyü neçə saniyə düşəcək? Sərbəst düşmə zamanı, düşmə müddəti dedik ki, kökün altında 2h bölünsün j ilə təyin edilir. Yəni, kökün altında 2 vurulsun, ümumi h hündürlüyü 320 bölünsün j də 10. Burada sıfırlar ixtisar getdi, 2 vur 32, 64, buradan çıxdı 8 saniyə. Deməli, bu cisim ümumi, baxın, bu 320 metr hündürlüyü 8 saniyə düşür. Mənə deyir ki, H2 hündürlüyünü 2 saniyə düşüb. Deməli, bax, bu hissəni 2 saniyə düşüb. Ümumi bu 8 saniyədirsə, onda H1 hündürlüyü neçə saniyə düşübmüş? 6 saniyə düşübmüş. Deməli, mən başlanğıc sürətin 0 olduğunu bilirəm. Cismin 6 saniyə düşdüyünü də bilirəm. Bax, bu H1 hündürlüyünü 6 saniyə düşdüyünü də bilirəm. Onda düşmə hündürlüyünü tapa bilərəm. Yazıram, H1 bərabərdir JT kvadratı bölünsün 2. J10 vurulsun 6 saniyə düşüb, kvadratı 36 bölünsün 2. Nə aldıq buradan? 180 metr aldıq. Deməli, bu H1 hündürlüyü 180 metrdir. Ümumi 320-dirsə, onda bura nə qalır? Bura 140 metr qalır, düzdürmü? Bizdən də H2-nin H1-ə nisbətini soruşur. H2 140-dır, H1 180-dır. Nisbət bunlar gedir 2-yə böləndə 7 bölünsün 9 qalır. Doğru cavabımız A variantı. 26 nömrəli sual. Cisim dayaqla birlikdə A1 təcili ilə şaqülü yuxarı hərəkət etdikdə çəkisi 2 dəfə artır. A2 təcili ilə şaqülü aşağı hərəkət etdikdə çəkisi 2 dəfə azalır. A1 bölünsün A2 nisbətini tapın. Deməli, əziz müəllimlər, birinci bu A1 təcili ilə yuxarı hərəkət edir. Müəyyən bir təcili yuxarı hərəkət edir. Onda çəki birinci halda olacaqdır. M vurulsun J plus A. Amma deyir, bu zaman bunun çəkisi 2 dəfə artır. Yəni, P isə artıb 2P olur. P-nin yerinə də MJ yazsam, onda olacaq 2MJ vurulsun. Daha doğrusu 2MJ bərabərdir. M vurulsun J plus A-ya. Buradan M-lər ixtisar gedir. Alınır ki, 2J bərabərdir J plus A-ya. Deməli, buradan birinci halda təcil nəyə bərabərdir? J-yə bərabərdir. Buna A1 yazaq. Deməli, birinci halda təcil J-yə bərabərdir. Sonra deyir ki, bu A2 təcil ilə şaqülü aşağı hərəkət edir. Onda çəkisi 2 dəfə azalır. Deməli, aşağı hərəkət eləyirsə, bu olacaqdır M vurulsun J minus A2. Amma çəkisi 2 dəfə azalır. Yəni, P bölü 2 olur. Bunu bərabərləşdirəm bura. P-nin yerinə də MJ yazsaq, olacaqdır. MJ bölünsün 2 bərabərdir. M vurulsun J minus A2-yə. Buradan M-lər ixtisar gedir. Alırıq ki, J bölünsün 2 bərabərdir J minus A2-yə. Buradan da əziz müəllimlər, biz A2-ni təyin etsək, olacaqdır. J çıxılsın J bölü 2. Yəni, elə J bölünsün 2. Deməli, ikinci halda da təcil J bölü 2-yə bərabərdir. Bizdən bunların nisbətini soruşur. A1-i bölürəm A2-yə. A1-imiz J idi. A2-miz isə J bölünsün 2-dir. J-ni J bölü 2-yə böləndə də nisbət bizə 2-ni vermiş olur. Doğru cavabımız B variantı. 27 nömrəli sual. Şaquli istiqamətdə yuxarı hərəkət edən liftin sürətinin modulunun zamandan asılıq qrafik verilib. Hansı zaman intervalında liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən kiçik olur? Gəlin bir-bir aydınlaşdıraq. Deməli, əziz müəllimlər, bizə deyir ki, şaquli istiqamətdə yuxarı hərəkət edən. Düzdürmü? Deməli, gəlin birinci 0T1 intervalını analiz edək. Deməli, 0T1 intervalında bu deyir ki, şaquli istiqamətdə yuxarı hərəkət edir. Deməli, sürət vektorumuz yuxarıdır və 0T1 intervalında baxıram ki, hərəkət bərabər yeniləşən hərəkətdir. Onda təcil də sürət istiqamətində yuxarı. Deməli, 0T1 intervalında birinci halda çəki
Təcil yuxarı olduğuna görə n vurulsun j plus a-dır. Sonra gəlirəm T1, T2 intervalına. Yenə də bunun sürət vektoru yuxarıdır. Amma baxıram ki, T1, T2 intervalında bərabər sürətlə hərəkət edir. Yəni, burada təcil sıfırdır. Onda ikinci halda çəki mj-yə bərabərdir. Və gəlirəm T2, T3 intervalına. Burada isə yenə də bizim sürət vektoru yuxarıdır. Çünki şərtdə deyir ki, şaquli istiqamətli yuxarı hərəkət edir. Amma T2, T3 intervalında hərəkət bərabər yavaşlayan hərəkət olduğuna görə bizim çəkimiz olacaqdır. M vurulsun J minus A. Və əzmənimlər, cismin sükunətdəki çəkisi mj-yə bərabərdir. Baxıram ki, birinci halda mj plus A mj-dən böyükdür. Yəni, birinci halda çəki onun sükunətdəki çəkisindən böyükdür. İkinci halda görürəm ki, çəki elə onun sükunətdəki çəkisinə bərabərdir. Üçüncü halda mj minus A mı böyükdür, mj mi böyükdür? Əlbəttə ki, mj böyükdür. Üçüncü halda da gördüyümüz kimi çəki cismin sükunətdəki çəkisindən kiçikdir. Bizə də deyir ki, harada kiçik olar? Deməli, T2, T3 intervalında. Doğru cavab yalnız T2, T3, C variantı. 28 nömrəli sual. Sərbəst düşən müxtəlif kütləli cisimlərdən hansı yerə daha tez çatar? Sərbəst düşən deyirsə, deməli, bunların başlanğıc sürəti sıfırdır. Və yerə daha tez çatar deyir, düzdürmü? Yəni, zamana görə baxırıq. Sərbəst düşmədə də düşmə müddəti kökün altında 2h bölünsün j'dir. Yəni, düşmə müddəti kütlədən asılı deyil. Onda hansı cismin düşmə hündürlüyü böyükdürsə, onun yerə çatma müddəti də necə olacaqdır? Böyük olacaqdır. Amma bu deyir, daha yerə daha tez çatsın. Deməli, nə etməlidir? Daha az hündürlükdən düşməlidir ki, yerə daha tez çatsın. Ona görə doğru cavabımız 4 olacaq. Yəni, D variantı. 29 nömrəli sual. Hansı nöqtədə yerin qravitə sahəsi intensivliyi ən böyükdür? İntensivliyin düsturu J vurulsun, M bölünsün, R kvadratıdır. Yəni, məsafə artdıqca intensivlik nə edir? Azalır. Deməli, məsafəsi az olanın, yəni harada məsafə kiçiksə, orada intensivlik çoxdur. Fikir verirsinizsə, bir nöqtəsinin mərkəzdə olan məsafəsi bu qədərdir. 5 nöqtəsinin mərkəzdə olan məsafəsi bu qədərdir. Yəni, məsafə az olmalıdır ki, yəni biz həm də belə bir şey bilirik də, J bərabərdir, J vurulsun, M bölünsün, R plus H-ın kvadratı. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, yer səthindən uzaqlaşdıqca, yəni hündürlük artdıqca intensivlik azalır. Belə çıxır ki, onda intensivlik özünün ən böyük qiymətini harda alır? Yer səthində, yer səthi üzərində olanda. Doğru cavabımız olacaq A, yəni 1. Ən kiçikdir desəydi ki, o olardı 5. Yerdən ən uzaqlıqda, yəni ən böyük uzaqlıqda artıq intensivlik kiçik olardı. Və gəldik 30 nömrəli sualımıza. Sonuncu sualımızdır. Uyğunluğu müəyyən edin deyir. Yer səthindən 2R, 3R və 4R hündürlükdə qravitə sahəsi intensivliyi necə dəyişir? Hər hansı bir hündürlükdə qravitə sahəsi intensivliyi dedik ki, J vurulsun, M bölünsün, R plus H-ın kvadratı ilə təyin olunur. Yəni, H-ı nə veribsə, üzərinə 1 R gəlib, bax, düsturda elədir də, H-ı nə veribsə, üzərinə də 1 R gəlib kvadrata yüksəldəcəm. Deməli, 2R-də üstündə 1R gəldim, 3R kvadrata yüksəltdim, 9R kvadrat. Deməli, 9 dəfə azalar. 1-ə C variantı. 3R-də üzərinə 1R gəldim, 4R kvadrata yüksəltdim, 16 dəfə azalar. 2-yə D. 4R-də üzərində 1R gəldim, 5R kvadrata yüksəltdim, 25R kvadrat, yəni 25 dəfə azalar. 3-ə də Y. 1C, 2D, 3Y. Belə əzmənimlər, Fizika 1000 test adlı kitabımızdan 4-cü mövzumuz olan, yəni ağırlıq qüvvəsi, ümumdünya cazibə qanunu, çəki. Bu mövzuya aid olan 30 ədəd test tapşırığını sizlər üçün izah etdim. Ümidvaram ki, sizlər üçün öyrədici və əhəmiyyətli olar əzməlimlər. Bacardığım qədər də vaxt elədikcə digər mövzuların da izahını sizlərlə bölüşəcəm. Əzməlimlər, məsləhət görürəm ki, bu kitabı əldə edib mütləq işləyin. Digər mövzularda da nə qədər fərqli, maraqlı suallar var, özünüz görəcəksiniz. Əsasdakı elektrik sahəsi, sabit cəryan qanunları, daha sonra işıq kvantları, sonra digər mövzuların hamısında istər həndəsə optika olsun, dalğa optikası olsun, dəyişən cəryan olsun, elektromaqnit rəqs dalğaları, elektromaqnit induksiyası, yəni əzməlimlər, hər bir mövzuda çox fərqli, maraqlı suallar var. Ümidvaram ki, sizlər üçün çox əhəmiyyətli olacaqdır. Hal-hazırda bu kitab mağazalarında var.
28-də Zəka Kitab Evi, Məntiq Kitab Evi, Oyal Offside kitab mağazalarından bu kitabı asanlıqla əldə edə bilərsiniz əziz müəllimlər. Çalışın bu kitabı əldə edib imtahana qədər işləyin. Daha sonra isə yaxın günlərdə bizim sırf sertifikasiya imtahanı üçün nəzərdə tutduğumuz sınaqlardan ibarət kitabımız satışa çıxacaqdır. Kitab sırf sınaqlardan ibarətdir, yəni bütün mövzuları əhatə edir və imtahandakı kimi hər sınaqda 50 ədəd test tapşırığı sizi gözləyəcəkdir. Beləliklə siz sınaqları işləyərək ümumi nəticənizlə tanış ola bilərsiniz əziz müəllimlər. Belə əziz müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.